Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əlçov, karyera məsləhətçisi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Bugün mən sizə bir neçə iş elanını nəzərinizə çatdırmaq istəyirəm. 20 martdır, 2025-dir, bayram günüdür. Ona görə də təbii olaraq iş sayıları da kəskin şəkildə azdır. Amma yenə də bəzi iş elanları var ki, onları nəzərinizə çatdırmaq istəyirəm. Əlbəttə, hamısını sadalamıram, amma bir neçəsini sadalamaq istəyirəm. Misal üçün, kebabçı işi var 1200 manatlıq Xan kəndində. Operator işi var 500 manatlıq. Housekeeper işi var 500 manatlıq. Mühasib köməkçisi işi var 400 manatlıq. Tərəzi operator işi var Norm şirkətində. Təmizlik işçisinə başqa yerdə də ehtiyac var. Maliyyə intern işi var. Təcrübəçi işi var, belə deyək. Art'da. Digər Art'da. Sonra satış üzrə intern işi var Volt şirkətində. Sonra könüllü işçisi var Volunteer Plus'da. Sonra kredit satışı üzrə təcrübə proqramı var. Sonra Excel üzrə təcrübə proqramı var. Sonra data analitika üzrə təcrübə proqramı var. Sonra sənədlərlə iş üzrə təcrübə işi var. Bu və bənzər iş yerlərlə tanış olmaq üçün mənə müraciət edə bilərsiniz.